bugün rəqəmsal arxitekturanın qurulması haqqında danışarkən biz üç tərəfi xüsusi olaraq qeyd etməliyik. Bunlar dövlət, cəmiyyət və iqtisadiyyat. Və hər üç tərəfin rəqəmsallaşması və bu arxitekturada mövqe tutması üçün əlbəttə əsas hərəkət verici qüvvə olan dövlətin apardığı siyasət çox vacibdir. Bildiyiniz kimi Cənab Prezident həm 26-28 illərdə rəqəmsal inkişafın sürətləndirilməsinə bağlı dövlət proqramını qəbul etməsindən yanaşı, tədbirlər planından yanaşı, həm də bir sıra digər mühüm sənədləri qəbul etmişdir. Xüsusən süni intellekt strategiyasını, rəqəmsal inkişaf konsepsiyasını, rəqəmsal iqtisadiyyata dair dövlət proqramını burada qeyd etmək lazımdır. Çünki bu sənədlərin hər biri özlüyündə və xüsusən də informasiya təhlükəsizliklə bağlı qəbul edilmiş konsepsiya özlüyündə rəqəmsal arxitekturanın qurulmasına xidmət edir. Əgər biz bütün bu sadalanan sənədləri bir çətir altında toplasaq, yanaşma nədən ibarətdir? Əlbəttə, birinci növbədə biz dövlət idarəçiliyindən danışmalıyıq. Dövlət idarəçiliyində elektron hökumət informasiya sisteminin funksionallığının artırılması və bütün dövlət qurumlarının informasiya sistemlərinin elektron hökumət informasiya sisteminə inteqrasiya edilməsi və bunun MyGov və MyGov Business həlləri üzərindən xidmətin göstərilməsi əsas məqsəddir. Bu bizə bütövlükdə məlumat idarəçiliyi ilə bağlı imkanları yaradacaqdır. İndi bildiyiniz kimi, hətta İngilis dilində GDP anlayışı Gross Domestic Product-ı bəzən Gross Data Product kimi də belə deyək ki, təfsir edirlər və kimin daha çox məlumatı varsa və o məlumatı daha yaxşı idarə edirsə, əlbəttə o üstə deməli öndə gedir və bu baxımdan dövlətin məlumat hövzəsini formalaşdırması əsas mənə elə gəlir ki, istiqamətdir. Və burada da artıq çox geniş bir spektr var və burada söhbət əhali reyestrindən başlamış, ta ki, kənd təsərrüfatına qədər, torpaq məsələləri, əmlak deməli, uçotuna, kadastrına qədər, torpaq kadastrına qədər bütün məsələləri özündə ehtiva edir. Və bu qədər, belə deyək ki, fərqli məlumatların bir hövzədə toplanması və emal edilməsi və bu emalın əsasında data əsaslı qərar qəbul etmə prosesinin həyata keçirilməsi əlbəttə dövlət idarəçiliyinin səmərəliliyi ilə yanaşı və həm də cəmiyyətə və bir də ki, iqtisadiyyata öz töhfələrini verəcəkdir. Xüsusi olaraq mən vurğulamaq istəyirəm ki, biz bugünkü rəqəmsal arxitekturanı həm də proqram idarə etməsi və nəticə əsaslıq əsasında diqqətdən keçirdirik. Bu da ondan əlaqədardır ki, bildiyiniz kimi möhtərəm Cənab Prezident Azərbaycanda strateji idarə etmənin əsas belə deyək ki, istiqaməti olaraq proqram idarə etməsini qəbul etmişdir. Artıq İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzində möhtərəm Cənab Prezidentin tapşırıqlarına əsasən 30-a qədər dövlət proqramının monitorinq qiymətləndirilməsi həyata keçirilir və bu çox yaxşı bir haldır, çünki artıq bu proqramlar bildiyiniz kimi vahid standart üzrə qəbul olunur. Burada deməli mütləq şəkildə proqramın həyata keçirilməsi üçün resurslar, tədbirlər, ilkin nəticələr, aralıq nəticələr, son nəticələr təqdim olunur və proqram idarə etməsinin Cənab Prezident tərəfindən həm də nəticə əsaslı büdcə və orta müddətli xərclər çərçivəsindən uyğunlaşdırılması ümumilikdə dövlət idarə etmə sisteminin səmərəliliyinə özünün töhfəsini verir. Və xüsusən də son vaxtlar bildiyiniz kimi Maliyyə Nazirliyinin xəttindən dövlət idarə etməsində, xüsusən də bu dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatlar vurğulanmalıdır və bu islahatlar da tamamlayıcı funksiya yerinə yetirir və beləliklə biz belə deyək ki, çox geniş bir mənzərəni görmüş oluruq. Və əlbəttə, dövlət idarəçiliyinin bu cür təkmilləşdirilməsi əvvəldə dediyimiz
dövlət, cəmiyyət və iqtisadiyyat üst bucağına özünün töhfəsini verir. Xüsusən də ki, iqtisadiyyatla bağlı mən qeyd etmək istəyirəm ki, həm 26-28-ci il rəqəmsal inkişafın sürətləndirilməsinə bağlı tədbirlər planında, həm də bayaq sadaladığım digər dövlət proqramlarında rəqəmsallaşmanın sürətləndirilməsinə bağlı xüsusi tapşırıqlar müəyyənləşdirilmişdir. Bizim dediyimiz o əsas icra göstəriciləri, KPI-lər müəyyənləşdirilmişdir və bu ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasına öz töhfəsini mən düşünürəm ki, verəcək. Çünki bu artıq rəqəmsal iqtisadiyyatın inkişafıdır və iqtisadiyyat bugün əlbəttə burada biz əgər dövlət proqramlarına diqqətlə baxsaq, burada həm infrastrukturun, yəni rəqəmsal infrastrukturun yaradılması, həm insan kapitalının inkişafı və həm də ki, bu həllərin ortaya çıxarılması çox vacib bir məsələdir. Qaldı ki, cəmiyyət, yəni bu bayaq o dediyimiz o saz ayağının üçüncü istiqaməti cəmiyyət, xüsusən də insan nöqteyi nəzərindən burada bizim həmkarlarımız da iştirak edir, onlar məruzələrində qeyd edəcəklər. Xüsusən də ki, açıq məlumatlar platformasının formalaşdırılması, məlumatların daim cəmiyyətə açıqlanması çox vacib bir məsələdir. Çünki bu rəqəmsal etimaddır. Yəni biz rəqəmsal arxitekturanı inkişaf etdirdikcə rəqəmsal etimadı da nəzərə almalıyıq. Yəni ki, nə qədər dövlət, biznes və cəmiyyət arasında etimad olacaqsa, bu o qədər sosial kapitalın güclü olması deməkdir. Sosial kapital nə qədər güclü olacaqsa, bizim transaksiya xərclərimiz o qədər aşağı düşəcək və iqtisadiyyat daha rəqabət qabiliyyətli olacaq. Sadə bir, belə deyək ki, alqoritmdir və yekunda mən xüsusi olaraq da informasiya təhlükəsizliklə bağlı məsələləri qeyd etmək istəyirəm. Çünki biz nə qədər rəqəmsallaşmanı sürətləndirdiksə, həmin sürətlə də informasiya təhlükəsizliyi əhəmiyyət daşıyır və xüsusən də deməli, biz indiyə qədər öyrənirdik ki, deməli, üzr istəyirəm ifadə, deməli, ingilis dilində ifadə eləmək ki, biz deyirdik ki, software as a service, platform as a service, bir də infrastructure as a service. İndi belə deyək ki, bir ifadə də yaranıb crime as a service. Yəni ki, artıq kiber deməli, məsələləri də bir artıq, necə deyim, xidmət kimi təklif edirlər. Ona görə də ölkənin informasiya təhlükəsizliyi çox vacib bir məsələdir. Və yekunda mən bir məsələni qeyd edim ki, və sonra hörmətli məruzəçilərə sözü verəcəm. Biz balaca ölkəyik və açığı etiraf etmək lazımdır ki, bizim hələ rəqəmsal iqtisadiyyat, süni intellekt və digər sahələrdə dünya reytinqlərində vəziyyətimiz ortadır. Yəni biz hələ deyə bilmərik ki, belə deyək ki, çox irəliyə getmişik məsələlərdə və inanırıq ki, bu dövlət proqramlarının qəbulu məhz bu problemin həllinə öz töhfəsini verəcək. Amma informasiya təhlükəsizliyi nöqteyi nəzərindən biz çox qabaqdayıq və məsələn mən axırıncı bu kiber təhlükəsizliklə bağlı indeksi qeyd etmək istəyirəm ki, biz hətta axırıncı, yəni 2026-cı ildə deməli 52-ci yerdən 31-ci yerə qədər irəliləmişik, 21 pillə irəliləmişik. Bu belə deyək ki, o instinkt, yəni özünü qoruma instinktidir, başa düşüləndir. Çünki balaca ölkə adi məsələdir ki, mütləq şəkildə özünü qorumalıdır. Bu baxımdan da informasiya təhlükəsizliyi çox vacib əhəmiyyət kəsb edir.